jandarmaya gedib kəndə çatmaqda kömək istədi. Amma jandarmanın reaksiyası daha da qəribə oldu. Çünki komandirə görə ailə yanılırdı. Bu tərəflərdə elə bir kənd ümumiyyətlə yox idi. Qəribəlik bununla da bitmir. Ailənin araşdırması nəticəsində məlum oldu ki, Esra ümumiyyətlə heç bir yerə təyin olunmamışdı. Gənc müəllimin ailəsi nə qızlarının izinə rast gələ bildi, nə də əvvəllər getdikləri o kəndi tapa bildi. Bəs bu hadisənin həqiqəti nə idi? Bilmirik. Bu hadisə sonradan Azab Fil adlı filmə çevrildi. Atamızın evdən uzaqda olduğu illərdə biz daim bir narahatlıq və huzursuzluq içində yaşayırdıq. 3 qardaşıq və kənd evimizdə mən anamın yanında yatırdım. Qardaşlarım isə yan otaqda yatırdılar. O vaxtlar 13 yaşım var idi. Yəni həyatda bəzi şeyləri yeni dərk etməyə başladığım yaşlar idi. Divarlarımız ərəhəngli idi və gecələr qorxmayaq deyə bir qaz lampası zəif alovla daim yanardı. Yata bilməyəndə yanan alovun tavana düşən kölgəsini izləyərdim. Amma divarlar olduğu üçün az işıq olsa belə otaqda hər şey seçilirdi. O gün də eyni şəkildə yatağa girənli bir neçə saat olmasına baxmayaraq yata bilmirdim. Dama baxırdım. O anda otağımızın qapısı açıldı. İçəri başında şapka olan bir kişi girdi. Atam evdə olmadığı üçün dayım tez-tez kəndimizə gəlib bizdə qalardı. Yenə gec vaxtı o gəlib deyə düşündüm. Amma kişinin arxasınca otağa bir qadın girdi. Kişi öndə, qadın arxada qaz lampasının asıldığı divara doğru getdilər. Qadın ağ paltar geyinmişdi. Qara saçları belinə qədər uzanırdı. Heç danışmadılar və lampanın yanında dayandılar. Hər ikisi bir müddət lampanın fanusunu içinə baxdılar. O anda üzlərini çox aydın görə bilirdim. Bu adamları tanımırdım və dayım olmadığını anlayanda çox qorxdum. Həyəcanımdan dilim tutulmuşdu. Sonra kişi qaz lampasının işığını biraz artırdı. Artıq hər şey daha aydın görünürdü. İşığı artırdıqdan sonra yenə kişi öndə, qadın arxada gedərək otağın pəncərəsindən çölə çıxdılar. Elə o an, "Ana!" deyə qışqıraraq ağlamağa başladım. Anam tez əlimdən tutdu. "Oğlum, sən də gördünmü? Qorxma" dedi. Bu hadisəyə otaqda olan anamla mən eyni anda şahid olmuşduq. O gecə qorxu içində bir-birimizi qucaqlayaraq